Salam, bugünkü dərsimiz faylın çapa verilməsidir. Faylı çapa vermək üçün biz klaviaturadan Ctrl+P düyməsini sıxırıq və yaxud da ki Office 2007-nin burada piktoqramı var. Onun üzərində vurub pečat düyməsini vururuq. Əvvəlki versiyalarda Office-in əvvəlki versiyalarında həmin çap bölümü fayl menüsünün içərisində idi. Burada isə gördüyünüz kimi həmin bölmədədir. Burada diqqət edəcəyimiz bir neçə məsələ var. Bunlardan biri printer bölümüdür ki, hansı ki biz çapa verəcəyimiz vərəqin hansı printerdə çapa edəcəyini burada müəyyənləşdiririk. Yəni siyahıdan qoşulu printerlərimizi və hazır olan printerlərimizin birini seçirik. Səhifə bölümündə biz bir neçə üsulla çap edə bilirik. Bunlardan biri fisi verib bütün vərəqi faylı çapa verə bilirik. Tikuşuya seçsək, cari kursorun hansı vərəqin üzərində olduğu, hansı vərəqin üzərindədirsə həmin vərəq çap edəcəkdir. Nömrə bölümündə biz vərəqdə faylımızda müəyyən olunmuş konkret səhifələri çapa verə bilirik. Выделенный fragment isə bizə imkan verir ki, səhifədə hər hansı bir seçilmiş hissəni çapa verək. Biz copy bölümündə səhifələrimizin nüsxəsini qeyd edə bilirik ki, bir səhifədən neçə nüsxə çap olunsun. Aşağıdakı bölümdə isə biz səhifənin tək və cüt vərəqlərin çap olunmasını müəyyən edə bilirik. Səhifə tək cüt olması onun 200-lü çap olunması üçün lazım olur. Bəzi printerlər var ki, səhifəni çap edərkən onun içərisində artıq vərəqi dəyişdirməyə ehtiyac yoxdur. Əgər biz yalnız tək və cüt səhifələri çapa vermək istəyirsə, bu bölümdən istifadə edirik. Bir vərəqin üzərində bir neçə vərəq səhifə çap etmə imkanımız da var. O da bu bölümdəndir. Sağ olun.